Ermənistan-Tramp marşrutundan Zəngəzur dəhlizindən keçidin necə təmin ediləcəyinin detallarını açıqlayıb. Teleqraf xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Hakobyan sərhəd keçid məntəqələrini idarə etməyə imkan verən vahid elektron platforma hazırlandığını deyib. Bildirib ki, bu platforma məlumatları birləşdirə, Ermənistan və digər ölkələrin məlumat bazalarına rahat inteqrasiyanı təmin edə bilər. Yük yoxlaması üçün elektron idarəetmə sistemindən istifadə olunacaq. Nəqliyyat vasitəsi haqqında bütün zəruri məlumatlar hətta nəzarət məntəqəsinə çatmazdan əvvəl əldə ediləcək. Sərhəddə növbələri azaltmaq üçün elektron sistem tətbiq olunacaq. Həmçinin yük maşınının çəkisini təyin etmək üçün bir sistemin tətbiq edilməsi planlaşdırılır. Riskləri avtomatik müəyyən edəcək və təmənnasız yoxlamalara imkan verəcək alətlər olacaq. Bütün bunlar yük axını üçün beynəlxalq səviyyəli xidmətlərin göstərilməsinə imkan verəcək, o bildirib. Hakobyan vurğulayıb ki, bu sistemin tətbiqi trip marşrutuna da aiddir. Bu deməkdir ki, Zəngəzur dəhlizindən keçid maneəsiz şəkildə həyata keçiriləcək. Azərbaycandan gələn sərnişinlər və yüklər dəhlizdən istifadə zamanı heç bir erməni hərbçisi yaxud gömrükçüsü ilə qarşılaşmayacaq. İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib ki, ABŞ və İsrailin ölkəsinə qarşı müharibəyə başlamasından bəri İranla Ermənistan arasında ticarət bir qədər zəifləyib. Diplomat əlavə edib ki, müharibənin davam etməsinə baxmayaraq, iki ölkə arasında ticarət davam edir, sərhəd açıqdır, avtobuslar və yük maşınları da daxil olmaqla nəqliyyat vasitələri keçid edir. Şirqulami Araz çayı üzərində ikinci körpünün tikintisi planından da bəhs edərək, bunun Ermənistanla İran arasında iqtisadi əlaqələrin inkişafına da töhfə verəcəyini bildirib. Bu layihə başa çatdıqda iqtisadi əlaqələrimiz genişlənəcək. Məsələ ilə bağlı Ermənistan rəsmiləri ilə təmasdayıq. Bu birgə layihə olacaq. Ermənistanla İran arasında dəmir yolu əlaqələri də daxil olmaqla yeni tranzit marşrutlarını aktivləşdirməklə münasibətlərimizin inkişafına müsbət töhfə verə bilərik.